Hər birinizi salamlayıram. Blok imtahanına artıq son günlər qalıb. Mütləq bu sualın izahına baxın. Sizin qarşınıza çıxa bilər. Qeyd edim ki, bu sual DİM 20 variantlı test kitabındandır. Gəlin sualın izahına baxaq. Hansı cümlədə işlənmiş köməkçilik hissəsi tabeli mürəkkəb cümlənin tərəflərini bağlamağa xidmət etmir? Hər gün bizə gəlsə də, burada də ədatı var. Təbii ki, bu baş cümləni budaq cümləyə bağlayan vasitə kimi çıxış edir. Bilirik ki, sadə baş cümləni budaq cümləyə bağlayır və bu halda birinci budaq, daha sonra isə baş cümlə gəlir. Ona görə bunu götürmürük. Bilirsənmi? Mi olanda diqqətli olun. Əgər mi işlənən cümlədə mi'nin üzərinə ki qoya bilərsinizsə, o zaman buradakı mi baş cümləni budaq cümləyə bağlamağa kömək etmir. Əgər mili silib yerinə sa qoya bilərsinizsə, o zaman burada mi baş cümləni budaq cümləyə bağlamağa kömək edir. İndi gəlin görək hansı qayda tutur. Bilirsənmi ki, bu işlərin axırı hara gedir? Bax, görürsünüz, burada üzərinə ki qoya bilərəm. Deməli, burada baş cümləni budaq cümləyə bağlamağa xidmət etməyibdir. Ona görə mən burada B-ni götürürəm. Xidmət etmirsə əgər birinci baş, daha sonra budaq gəlir. Tikinti dayandırıldı. Çünki var burada. Çünki təbii ki, çünki də nədir? Yəni, baş cümləni budaq cümləyə bağlamağa xidmət edir də. Bu tabeli mürəkkəb cümlədir. Birinci baş cümlə gəlib, sonra da budaq cümlə gəlib. Çünki səbəb bağlayıcıları işlənəndə birinci baş, daha sonra budaq gəlir. Zəng olsa belə, burada da belə ədatı var. Bu yenə də baş cümləni budaq cümləyə bağlayıbdır. Burada da birinci budaq, daha sonra baş gəlibdir. Sağ belə olanda birinci budaq, daha sonra baş gəlir. Zəng təzəcə vurulmuşdu ki, burada da ki var. Təbii ki, burada da baş cümləni budaq cümləyə bağlayıbdır. Və burada deməli, təzəcə sözü olduğuna görə birinci nə gələcək? Budaq, daha sonra isə baş gələcək. Bu qədər, sağ olun.